Qiymətlər bahalaşdı, gözünüz aydın olsunmu deyim, olmasınmı deyim, mən deyirəm, ağıllı adamlar üçün olsun. Allah eləsin qiymətlər daha çox bahalaşsın ki, millət dolananmasın. Bu xalqın qarnı tox olsa, bu xalq heç vaxt İlham Əliyevə qarşı ayağa qalxmayacaq. Bu xalq ancaq acanda səsi çıxır. Vəssalam. Qiymətlər bahalaşdı, mal ətinin qiyməti 21 manata qədər qalxdı. Baxın ha. Deməli 17, 18, 19 manat olan mal əti artıq 21 manata qalxdı. Rəsmi şəkildə qalxdı. Bu gün çox qiymətlər qalxdı, o cümlədən mal ətinin qiyməti qalxdı. Ölkədə bir dənə insanın dəyəri qalxmır, qalan hər şeyin qiyməti qalxır. Daha sonra dəyərli vətənlərim, dəyərli soydaşlarım, eyni zamanda ətin qiymətinin bir neçə manat Karsa belə götür, bir həftə bundan qabaq. Mal əti neçəyə idi? Yazın bura. Bakıda mal əti neçəyə idi? Yazın bura. Yazın, əvvəl neçəyə idi? Yazın. Bu gün oldu 21 manat. Rəsmi şəkildə. Əvvəl bir həftə bundan qabaq neçəyə idi? Yazın görün. 10 gün bundan qabaq neçəyə idi? Yazın, yazın, tez yazın. Tez yazın. Desən, ya mənim izləyicilərim mal əti yiyirlərmi ki? Yazıqlar. Oy, yazıqlar. Budur, yazırlar. Görən neçə yazırlar. Mal əti, mal əti. Ay Tahir Nazarov 12 manata mal əti var. 16-17 manat olub da 16-17 manat. Bilirəm, sadəcə sizdən özüm soruşdum ki, daha dəyər. Mal əti rayonlarda 15-16, Bakıda 16-17 manat olur. Mal əti. Bir həftə bundan qabaq. Elə deyilmi? Ya bir neçə gün bundan qabaq. Elə deyilmi? Elədir. İndi isə 21 manat qalxdı. Neredeyse 4-5 manat qalxdı. 4-5 manat mal ətinin qalxması nə deməkdir? Ən azından mal ətinin qiyməti 4-də bir dəfə 25-30% qalxıb demək. 25%. Baxın. 15-16 ya da 16-17 manat idi. Elə deyilmi? Elə. İndi 21 manat oldu. Rəsmi də bunu elan elədilər ki, çünki ət monopoliyasında Əliyevlər ələ aldı. Artıq xaricdən ət gətirirlər, yerli bazarı məhv edirlər. Bu zəhəri də özləri yaydılar, davaq-mavaq dedilər, hamısını özləri yaydılar. İndi elə xəstəliklər yaydılar ki, inəyin bir dənə böyük heyvan ağzından köpük gəlir, sırazı ölür. Elə xəstəlik, elə zəhərləyiblər ha heyvanlar. Böyük heyvan ağzından köpük gəlir, ölür. Hə, sırazı neynirlər? Qəssabları çağırırlar ya da meyit yığanları. Neçə alırlar? Neçə alırlar? Həmən ölmüş heyvanı. Əgər əyağı ustadsa, hələ ölməyibsə, 300 manat alırlar. Neçə minlik heyvanı 300 manat alırlar. Yox, bu şey ölübsə, meydini 50 manata, 30 manat alırlar. İndi, neredeyse 5 manata qədər bahalaşma, 15 manat, 16 manat, bu nə deməkdir? Heç olmazsa, mən az deyirəm, 30'da faizdən çox bahalaşma demək. Yəni 4'də birdən götürməyimiz düzgündür, 3'də birdən götürməyimiz düzgündür. Yəni 100%'dən götürəndə 16 manat, 15-16 manatdan ət 5 manat qalxıbsa 30-33% qalxıb demək. Bir ət, mən Almaniyaya gəlmişəm 7 ildir. 7 ildən çox da Almaniyadayım. Mən gələndə ətin qiyməti indi 12 manada, 12 evroya, 11 evroya, 12 evroya, 11-12 evroya aldığım ətin qiyməti, hətta o ət 10 evroya da düşür ha. Mən aldığım ət 10 evro, 11-12. Belə olur bu. O sümüklət var, o incə dana, biraz yekə mal əti, belə. Hər nəysə, 10, 11, 12 manada mən o vaxtı aldığım 6-7 evroluq ət 7 il ərzində, 8 il ərzində qalxıb 10 evro olub. Yəni 3 evro bahalaşıb 8 il ərzində. Mən onda Azərbaycandan çıxanda ətin kilosu 6 manat idi. Mən Azərbaycandan çıxanda ətin kilosu 6 manat idi. 5-6 manat idi. İndi Azərbaycanda ətin kilosu 21 manatdır. 4 dəfədən artıq qiymət qalxıb. 4 dəfədən artıq. 5 manat, bəzi yerdə 6 manat idi ətin qiyməti. Özdə mən yaxşı ət alırdım. Azərbaycanda qəssablar pis ət vermədilər. Hamısı məni tanıyırdılar. İndi isə 21 manat ətin dəyərli vətənlərin qiyməti 5 dəfə
Az qala 4 dəfə qalxıb, 4 dəfə. 4 dəfə qalxıb ətin qiyməti. Amma bu 7-8 il ərzində Avropada ətin qiyməti sadəcə 0,50%. 7 evroluq ət, 7 evroluq ət olub 10 evro. Biraz da ola bilər 11 evro belə. O da Türk marketlərdən danışıram, ha. Hələ Türk marketdə bahalıdır ət, ha. Mən Türk marketlərdən danışıram. Alman marketlərində biraz da ucuzdur. Bəli. Ala bilmirsən mal əti, dəvə quşu əti 3 evrodur. 2 evro 50 sentdir, 3 evrodur dəvə quşu əti. Bəli. Cücə əti çox ucuzdur. 3 evrodur. 2,50'dir. Hələ cücənin elə yerləri var, bu 10 kiloluğu 20 neçə evrodur, 30 evrodur. Belə yekə 10 kiloluk karufkası. Pulun yoxdur, donuz əti al. Donuz əti neçədir bilirsinizmi? 3 evrodan aşağıdır donuz əti. 3 evrodan aşağı donuz əti. Bəli, malın ciyəridir, toyuğun ürək, böyrək, zat hamısı 2 evro 50 sent, 3 evrodur. Bəli. Yəni mən nə demək istəyirəm? Mən Azərbaycandan gəldim, burada ət aldım. Ətin qiyməti 6-7 evroydu. İndi həmən ətin qiyməti 10, 11, 12 evrodur. Yəni ətin qiyməti 0,60, 70, 80% qalxıbdır. Heç bir dəfə qalxmayıbdır. 100% belə qalxmayıbdır. Ancaq indi Azərbaycanda isə 5-6 manatlıq ət artıq 21 manat olur. Niyə belə olmalıdır? Niyə? Niyə? Dəyərli vətən. Amma mən başqa bir şey də deyə bilərəm. Azərbaycandan mən gələndə uşaq pulu az idi. Məsələn, deyək ki, uşaq pulu 220 manat idi. 220 evroydu. İndi uşaq pulu 255 yoxsa 65 evrodur. Yəni 255-dən yuxarıdır. Yəni uşaq pulu əvvəl 220 evroydu. İndi uşaq pulu 255-dən yuxarıdır. 255-dən yuxarı. Dəyərli vətəndaşlar, niyə belə olmalıdır? Dostlar, qardaşlar. İndi sözüm indi ondan getmir. Bu dostlar, ətin bahalanmağıyla göstərirəm, yalnız rəsmi göstərim də, yəni qeyri-rəsmi söhbətimiz olmasın. Baba, dostlar, İlham Əliyevin kanalları, Bakuez nədir? Ətin qiyməti 21 manata qədər paylaşdı. İlhamın kanalları deyir ha. Çünki ət monopoliyasını hakim ailə ələ aldı, artıq 21 manata qədər qaldırdı. İndi dalına baxaq, dalına baxaq. Deyəlim, ətin qiymətinin qalxmağı ilə bərabər xalqımız daha bir xoş xəbər aldı. Buyurun, gəlin buna da baxaq. Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq. Özəl sektorda. Biri var ki, devlət sektorunda çalışırdın sən. Zaten özləri qapançalayıb 20%-ni tuturlar. O başqa məsələ. O başqa məsələ. Həyəcan yox. Həyəcan yox. O başqa məsələ. Devlətdə işsən, müəllimsən, həkimsən, nəsən. Özü 20% tutacaq. Artırıblar faiz də biləsiz. Amma biri də var ki, sən əlində o drill körpünün altında durub kiməsə günə muz dişləyəcəkdin. Sən kimsə cib qapısını əkib ya qapısını piçib pul qazanacaqdın. Sən kimisə gedib suvağını suvuyub pul qazanacaqdın. Dəyərli vətəndaşlar. Bax, artıq özəl sektorda çalışanlar, devlətdən maaş almayıb, öz pulunu daşdan çıxardanlar, artıq siz gələn ildən gəlir vergisinə cəlb olunacaqsınız. Bildinizmi? Bəziləriniz deyirdiniz, nəyimə lazımdır, mən biraz xaladenlik ustasıyam. Nəyimə lazımdır, altda qalanın canı çıxsın. Və yaxud mən ot biçənəm, və yaxud da mənim traktorum var, deyib kətdə iş görürdüm. Və yaxud deyəcəksiniz ki, mənim nəyimə özəl sektor 20-dən 50-dən ördək saxlayırdım, ördəkdən dolanırdım. Biriniz deyəcəksiniz, arı saxlayırdım, biriniz deyəcəksiniz, onun qapısında yer əkirdim, pul qazanırdım. Biriniz deyəcəksiniz, yox, onun
Otunu biçirdim, pul qazanırdım. Həyətini təmizləyirdim. Biriniz deyəcəksiniz, ay kişi, daha bitti. Özel sektördə olanlar, biriniz deyəcəklər ki, filan mağazində satıcı işləyirdim, əldən ələ pul verirdi. Yox, artıq hamı gəlir vergisinə cəlb olunacaq. İlham Əliyev hamının götünü qayırmaq qərarı verdi. O gün Ağsaqqal qoşuldu efirə. Çox dəyərli söz dedi, ondan sonra o sözü 2 dəfə istifadə eləmişəm. İlham Əliyev əvvəl deyirdi ki, İlham Əliyev, sikim xiyardır. Yesəniz də budur, yeməsəniz də. İndi elə demir. İndi kim deyir? Xiyardır. Hamınız yeməlisiniz. Hamınız yeməlisiniz. Vəssalam. Əvvəl biri balıq saxlayırdı, biri dana saxlayırdı, biri quzu saxlayırdı. Hər bir başını bir yerə soxub dolanışıq yolu tapmışdı da. Əvvəl biri götünü dalda qayıtdırırdı, biri Tbilisi prospektinin ağzını alırdı. O da özel sektördə Allah övümüzü tiksin. Götünü versən də, ağzını alsan da vergi verməlisən. Sarı etdi. Əvvəl polis nə inirdi? Döyürdü, söyürdü, polis alırdı. Rəsmiyyət yox idi. Rəsmi deyildi. Polis alırdı kabadayı kimi. İndi elə deyil. İndi həmi rəsmi ödəyəcəksən, həmi də polis yenə gəlib kabadayı kimi alacaq səndən. Bax, məsələ bu. Bildiniz mi? Bildiniz mi? Veya biri zoruna çalan idi, biri həm klarnet çalan idi, biri piyan sintezator çalan. Toya gedirəm arada bir şadlıq sana o muzika manıslarla. Mən nə pul verəcəm, muzikant adam var. İrayon yerində, kənd yerində. İlham Əliyev hamının götünü qayırmağa qərar verirdi. Ya hamımız birləşib İlhamın götünü qayırmalıyıq. Ya da hamınız hazır olun, İlham götünüzü qayıracaq. Hamımızı qayıracaq. O çilədə qoyub hamını qayıracaq. Bax, deyirəm ha, demədi deməyin. Hələ bir İlham Əliyevin tərs damarında tutub Rusetdə işləyənlər, xaricdə Türkiyədə işləyənlər, ola bilsin siz də hələ cəlb olundunuz. Bəli. İlham Əliyevin bir figurasına baxmıyorsunuz. İlham Əliyevin bir figurasına baxın. Bir İlham Əliyevin belə saç tökün o belə Amerikalı var, dolların üstündə şəkili olan. Toşun onu oxşuyur bax. Onun bir İlham Əliyevin bir dollarını, onun şəklini dəyişib İlhamın qoymuşdular şəklini. Toşun İlham onu oxşuyur. İlham Əliyev pula hər şeyini satar. Bir adam ki, pula görə götünü qumara qoyubdur, arvadını qumara qoyubdur. Hər şeyini satar. Artıq 2 dənə şad xəbər aldıq. Deməli, dəyərli həmvətənlərim, 2026-cı ilin yanvarından bütün insanların maaşlarından əlavə 14% vergi tutulacaq. 500 manat maaş alan insanın maaşından 70 manat vergi tutulacaq. 1000 manat alanın 140 manat vergi tutulacaq. Üstəlik özel sektorda çalışanların hamısından vergi tutulacaq. Vəssalam. Qaydaları var da. Məsələn, kimisə qanunsuz gətirib işləsənə ayırarlar sana. Pas soxarlar elə. Sən də qanuni adam işlətməlisən. Yəni, sənin evində gələn işləyən adam, məsələn, suvaq suyacaq, evi təmir eləyəcək, o bildirəcək ki, indi hər halda əmək müfəttişliyinə, hansısa bələdiyyə, harasa bildirəcək də. Almaniyada, məsələn, iş mərkəzlərinə bildirir, indi Azərbaycana bildirəcək, mən işləyirəm. Hesabat verəcək, hesabatından gəlir vergisi tutacaqlar, hər şey. Dəyərli həmvətənlərim, biləsiniz ki, acımasız günlər qabaqdadır.